Salam, hər vaxtınız xeyir olsun. Yeni gündə, yeni vlogla xoş gördük hər birinizi. Bu gün evə lazım olanları alınmışdı. Onları yerləşdirdim, evləri təmizlədim, yeməyi hazırladım. Bir neçə gündür ki, uşaqlar, ən çox da oğlum bəlkə çiçəyi deyirik də, çiçək çıxartmışdı, tutmuşdu. Onun üçün əlimin qırmızılığına fikir verməyin. Bütün günü zelyonkalayıram, yəni zelyonka deyirik də, qırmızı rəngini almışıq. Harada ki çıxıb, oğlum bəlkə tutmuşdu, biraz temperaturu yüksək olurdu. Məktəbdə, uşaqlarda yəni yayılmışdı, oğlum da tutmuşdu. Allah hər birisinə kömək olsun. Bir neçə gündə başım qarışmışdı uşaqlara və bu gün vlog çəkdim, paylaşım edim dedim. Sizlərə xoş izləmələr olsun.
Və belə qızlar, təmizliyimi də etdim, bitirdim. Uşaqlar narahat olduğu üçün bir neçə gündür elə də dərindən təmizlik etmirdim. Ən çox oğlum narahatdır. Yəni qızımda səpkilər azdır, temperaturda olmur, amma oğlumda temperaturda yüksək olurdu. 4 gün, artıq bu gün 5-ci gündür. 4 gün temperaturu yüksək oldu və başdan ayağa bütünlüklə səpib. Əlimdə də qızartıları görürsünüz. Yəni ona fikir verməyin. Bütün səpkilərin üzərinə belə qırmızı zelyonka deyirlər də, ondan vururam. O da qaşıntı verir. Yəni bərk qaşıntı verirsə dözə bilmir uşaq. Dərman da verir, amma elə də təsir etmir qaşıntısı üçün. Bütünlüklə üzərinə çıxdıqca zelyonka vururam. Və qaşıyır, yəni qaşımasın deyən, daha doğrusu qaşımasın deyən bütün günü otururam yanında, yüngül-yüngül ovxalayıram belə üstdən ki, yəni qaşıntı çox olmasın, qaşımasın. Həm izi sonra qalır deyirlər, həm də yayılır da, sulu olur deyən, suyu qatlayıb yayılır. Belə, Allah hər birisinə kömək olsun. Burada yeməyimi artıq hazırladım. Qızlardan məndən ötən vloqumda kartof doğrayımı istəmişlər ki, göstərim vloqda. Və bu vloq həmin istəyən qızlar üçün göstərirəm. Məndə belədir, artıq bir neçə ildir ki, yəni var bizdə bu kartof doğrayan. Bunun xırda gözləri də var, amma mənə elə də xoş gəlmir bunun xırda gözləri. Yəni doğradıqda kartofu bişdikdə bu daha yaxşı göstərir kartofun dilimlərini. Amma o xırda kəsən elə də yaxşı göstərmir mənə görə. Belədir, yəni kartof doğrayan yeməyim də artıq hazırdır. Üzərinə göyərtini də səpirəm və yeməyimizi də yedik, yığışdırdıq. Bir də qızlar onu deyim, bu vloqun içərisinə qaynımgilə getmişik, həmin vloqu yerləşdirmişəm. Qaynımın doğum günü idi. Allah can sağlığı versin, süfrələrə, evləri daima xoş günlərə açılsın. Bu da gözəl göysək, balaca Nur qızımız da Allah saxlasın. Qaynımgildəyik, gəlmişik doğum gününə. Burada da biraz da çəkiliş etdim. Amma onu da deyim, bu vloqum həmin gününün, yəni bu gününün vloqu deyil. İndi uşaqlar narahatdır, evdən yəni qırağa çıxılmır, qoymuruq, soyuq qətiyyən olmaz. Bu bir neçə gün öncənin vloqudur. Çəkiliş etmişdim videonu. Həmin uşaqlar narahat olduğu üçün çəkiliş etmədim vloqlar. Onun üçün qaldı bu günümün vloqunun üzərinə yerləşdirdim. Yəni dediyim kimi bu günümün vloqu deyil. Belə, buradaca yəni bunlar qaynımgildə də biraz da çəkiliş edirəm. Videonu sonlandırıram və qayıdırıq evimizə. Videonu izlədinizsə izləyib, bəyəndinizsə bəyən işarəsi qoyub abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşmək üzrə.